Deməli uşaqlar, bugün keçirik Osmanlı İmperiyasının 17-ci əsrdən sonraki hissəsini. Biz deyirik ki, uşaqlar, Osmanlı İmperiyası ümumiyyətlə tarixi boyu 5 dövrə bölünür. 5 dənə dövrə. Birinci dövrü, qulaq asın, düz oturun. Birinci dövr yaranması dövrü. 1302-ci ildən 1453-cü ilə qədər, daha sonra çiçəklənmə dövrü, yəni inkişaf dövrü, ərazilərin genişləndirildiyi dövr, 1453-dən 1579-a qədər. Üçüncü dövr, durğunluq dövrü, 79-dan 1699-a, sonraki dövr, geriləmə, artıq zəiflədiyi dövr, 1699-dan 1791-ə və dağılma dövrü isə 1791-ci ildən 1922-ci ilə qədər, yəni 1922-ci ildə dağılmaya qədər olmuşdur. Biz bugün keçirik durğunluq və geriləmə dövrünü, biraz geniş mövzu olduğu üçün, dağılma dövrünü isə növbəti dərsdə keçəcəyik. Başlayaq durğunluq dövründən. Durğunluq dövrünün özünün həm iqtisadi, yenə də həm siyasi, həm xarici, həm daxili səbəbləri var idi. Daxili səbəblər bunlardır ki, daxili səbəblər. Osmanlıda bu dövrdə ərazilərin idarə edilməsi biraz çətinləşmişdir. Hakimiyyət Osmanlı xanədanı artıq nüfuzdan düşmüşdü. Tez-tez daxildə yeniçəri üsyanları baş verirdi. Düşünün ki, o dövrün Osmanlı sultanlarının çoxu az yaşayırdı. Elə götürək 1-ci Əhməddən, 1-ci Əhməd, 1603-1617, sonra onun ardınca gələn Mustafa, onun ardınca gələn Osman, Gənc Osman, ondan sonra gələn 4-cü Murad, hamısı hakimiyyətdə çox az olurdular və heç 30-40 yaşını çatmamış vəfat edirdilər. Və bundan başqa səbəblərdən biri də qadınların Osmanlı hakimiyyətinə çox böyük təsiri idi. Xüsusən də hökmdarların analarının, şahzadələrin analarının və yaxud da həyat yoldaşlarının çox böyük təsiri var idi. Və bu həm daxili səbəblər. Xarici səbəblərə gələndə isə Osmanlı dövlətinin əraziləri böyük idi, idarə edilməsi çətin idi. Digər tərəfdən Avropa ölkələrindən olduqca geri qalırdı. Osmanlı artıq böyük coğrafi kəşflərdə də keçdik ki, ticarət yolları öz əhəmiyyətini itirmişdi, gömrükdən, vergilərdən gələn gəlirlər azalmışdı, xəzinənin böyük hissəsi yeyib-içməyə və də məclislərə, Osmanlı sarayındakı məclislərə gedirdi. Ordu quruculuğuna ümumiyyətlə çox az diqqət ayrılırdı. Burada digər bir səbəblər, məsələn, qəfəs üsulu var idi ki, qəfəs üsulu 1-ci Əhmədin dövründə, 1617-ci ildə. Yəni ki, məsələn, hakimiyyətə gələn hökmdar qardaşlarını öldürmürdü də, əksinə onları sarayda saxlayırdı. Culus bəxşişlər deyilən bir şey var. Taxta çıxan hökmdar sultan öz deməli, hərbi və mülki əyanlara, dövlət adamlarına çoxlu torpaqlarına bir mal-mülk paylayırdı. Bu da xəzinənin boşalmasına səbəb olurdu. Və Osmanlıda bu dövrün ən böyük bəlalarından biri də beşik alimliyi məsələsi idi. Beşik alimliyi nədir? Əgər ata alimdirsə, deyir ki, övlad da alimdir. Bu çox məntiqsizdir və eyni şey dövlət idarəçiliyinə də, orduya da təsir eləmişdir. Məsələn, sultanın baş vəziri, yəni sədrəzəm idisə, o ölürdüsə, oğlu sədrəzəm olur. Ola bilər, atası, məsələn, yaxşı dövlət alimdir. Komutanlarda da demişdim. Eyni şey. Sonra, bu dövrdə Osmanlını bu durğunluq vəziyyətindən çıxartmaq üçün sədrəzəm, yəni baş vəzir olan, onlarda sədrəzəm deyilər. Köprülü Mehmet Paşa 1656-61-ci illərdə islahatlar keçirmişdi. Köprülü Mehmet Paşanın islahatlarında əsas məsələlər dövlətin yenidən gücləndirilməsi, deməli, xəzinənin doldurulması kimi islahatlar idi. Köprülü Mehmet Paşa artıq islahatlar keçirərək ordunun yenidən qurulmasına çalışırdı. Bir sıra müharibələr aparmışdı, qalib gəlmişdi, Venesiya ilə, Avstriya ilə qələbə qazanmışdı. Ondan sonra sədrəzəm Fazil Əhməd Paşa seçilmişdi 1661-dən 1676-ya qədər. Fazil Əhməd də yenə islahatlar davam etdirmişdi. Yenə Avstriya, Venesiya ilə və müharibələr və 1669-cu ildə uzun zaman ərzində mühasirədə olan Krit adasının fəth olunmuş. Uşaqlar, Osmanlı ərazilərinin geniş olması, ətrafının böyük və güclü dövlətlərlə əhatədə olması ona gətirib çıxarırdı ki, Osmanlıya qarşı
digər ölkələr ittifaq qururlar. Baxın, müqəddəs birlik ittifaqı çox önəmlidir, testlərə qəbula düşə biləcək bir sual. Müqəddəs birlik 1684-cü ildə bu dördü tərəfindən Avstriya, Venesiya, Malta, Respospolita tərəfindən qurulmuşdur. Respospolita bilirsiniz, Polşa ilə Böyük Litvan birləşməsi nəticəsində yaranmış o dövrdəki dövlət idi. Polşa ilə Böyük Litvan. Bu dövrdə 1684-də müqəddəs birliyi qurur. 86-cı ildə birliyə kim də daxil olur? Rusiya da daxil olur. Osmanlının Avstriya, Venesiya, Malta, Respospolita və Rusiya ilə, yəni müqəddəs birliklə apardığı müharibənin nəticəsi olaraq kitabda, İngilizcədə təzə kitabda yazılmayıb. Amma 1699-cu ildə Karlovitsa sülhüdür. Orada kitabda sadəcə sülh yazılır. Adı Karlovitsa sülhüdür. Karlovitsa sülhünün nəticəsi nədir? Testlər adətən belə düşür. 1699-cu il sülhün nəticəsi. Osmanlı mərkəzi Avropadakı böyük ərazilərini itirdi. Demək olar ki, hamısı böyük hissəsini itirdi. Burada hər dövlətə bir hissə verilir. Podoriya, Polşa, məsələn, Venesiya, hərəsi bir hissəni qopardır da Osmanlıda. Və biz deyirik ki, bu müqəddəs birliyin Osmanlının 1699-cu ildə məğlub olmasının əsas səbəbləri məhz burada sadaladığımız iqtisadi və siyasi səbəblər idi. Osmanlının artıq 1699-cu ildən etibarən başlayır hansı dövrü? Geriləmə dövrü. 1700-1730-cu illərdə hakimiyyətdə olmuşdu 3-cü Əhməd. 3-cü Əhmədin dövrü o məşhur Lalə dövrüdür. Niyə Lalə dövrü adlanır? 3-cü Əhmədin dövründə baş vəzir İbrahim Paşa idi, 1718-1730-cu illərdə. Və bu İbrahim Paşa İstanbulun hər yerində lalələr əkdirirdi, lalələrdən xoş gəlirdi. Ona görə də o dövr adlanır Lalə dövrü. 3-cü Əhməd hakimiyyətə gələrkən, düzdür, 3-cü Əhmədin dövrünün müəyyən islahatlar keçirildi, ancaq ordunun qurulmasına xüsusi diqqət yetirilmədi yerə də. Əhməd üçün xarakterlikdir nə? Lalə dövrü olması, 1711-ci ildə Prut sülhü və ya Prut yürüşü. Prut yürüşünün nəticəsi və ümumiyyətlə Prut yürüşü nədir? O dövrdə Rusiya çarı 1-ci Pyotr, məşhur Pyotr, Prut ətrafında Osmanlı Paşası tərəfindən mühasirəyə alır. Təsadüfən mühasirəyə düşür. Lakin Paşanın adı yadımdan çıxıb 1711-də, amma onu oxumuşdum universitet vaxtı ki, Paşa əlində imkan var idi ki, Osmanlı Paşasının, yəni komandanının əlində imkan var idi ki, o boyda Rus çarını əsir alsın, Pyotr əsir alsın. Amma bunu eləmir, gedir müqavilə bağlayır və İstanbula qayıdarkən 3-cü Əhməd onun kəlləsini vurur ki, dahi o boyda tutmuşdun, Rus çarını. Bu da qızı vardı təmizlədən. Prut sülhü deməli imzalanır və Pyotr çıxır gedir öz ölkəsinə. Sonra İbrahim Paşa islahatlar keçirir. Amma İbrahim Paşanın əsas niyyəti bu idi ki, o düşünürdü ki, dövləti gücləndirməyin bir dənə əsas hədəfi olmalı xəzinəni doldurmaq. Əgər deyirdik ki, xəzinəni doldursaq, bütün problemlərimiz həll olacaq. Bu çox məntiqsiz düşüncədir. İslahatların məntiqi əsası yoxdur. Yəni, dövləti gücləndirək, ordunu gücləndirək, yaxşı iqtisadiyyat quraq, yenilikləri gətirək Avropadan. Yox, elə xəzinəni dolduraq, dövlət gücləndirəcək, belə düşünürdü. Onun dövründə ilk mətbəyə gətirilmişdi. 1727 idi səhv etmirəmsə, bu da kitabımızda yoxdur. İlk mətbəyə gətirilmişdi. Qara mərmərə dənizlərinin xəritəsi çəkilmişdi. İstanbulda yeni üslubda binalar tikilmişdi. İstanbulda yanğından mühafizə dəstəsi deməli fəaliyyətə başlamışdı və 3-cü Əhmədin dövründə, İbrahim Paşanın islahatları dövründə bəzi yeniçəri birlikləri ləğv edilmişdi. Lakin ümumilikdə yeniçərilər və xalq 3-cü Əhməddən narazı idi. Ona görə narazı idi ki, 3-cü Əhməd geniş müharibələr aparmır. Həm 1730-cu ildə 3-cü Əhməd səfərlərə məğlub olmuşdu, Nadirə məğlub olmuşdu, Nadir xanım o dövrdə keçmiş yoran məğlub olmuşdu. Və xalqın bu narazılığına görə 3-cü Əhməd səhər qurur, yürüşə hazırlaşır, güya ki səfərlərin üzərində. Ordunun başında gedir yürüşə, axşam hava qaralan vaxt gəmi ilə üzür qayıdır öz sarayına. Yəni əhalini aldadır da, güya ki yürüşə gedir. Əhali də bunu bilir, yeniçərilər də bunu bilir və saraya baskın edirlər, 3-cü Əhməd devrilir. 3-cü Əhməddən sonra
gəlir hakimiyyətə qardaşı oğlu 1-ci Mahmud 1730-1754-cü illər. Mahmud taxta çıxır, ilk işi nə olur? Təbii ki, Yeniçəriləri, üsyançı Yeniçəriləri geri oturtmaq. Yeniçəriləri müqavimətini qırır, onları geri otuzdurur. İstanbulda çox binalar dağılmışdı bu Yeniçəri üsyanına görə. O binaları təmir etdirir, abadlıq işləri gördürür. Ordu quruculuğuna bir qədər bu artıq diqqət ayırır Mahmud. Ordu quruculuğuna diqqət ayırır və dünya hərb tarixində ilk hadisə olan Qumbaraçılar Ocağı təşkil edir. Ayrıca orduda Qumbaratanlar adlı bir dəstə var idi ki, onlar Qumbaraçılar Ocağında təhsil alırdılar, belə desək. Mahmudun dövrü biraz siyasi və iqtisadi məsələlərin düzəldiyi dövrdür, dövlətin bir qədər öz vəziyyətini saxladığı dövrdür. Lakin sonra Rusiya ilə 1768-1774-cü illərdə müharibə baş verir. Müharibənin səbəbləri nə idi? Krım bu dövrə qədər bilirsiniz ki, Osmanlı himayəsində xanlıq idi də, yarı müstəqil və ya müstəqil xanlıq idi. Lakin Rusiya Krımı ilhaq etmək istəyirdi, ilhaq yəni tutmaq istəyirdi və buna görə də onlar arasında, Rusiya ilə Osmanlı arasında müharibə olur. Müharibənin nəticəsi Kiçik Qaynarca sülhü 1774. Osmanlı çox ağır məğlubiyyətə uğrayır və geniş ərazilər yenə də itirir və Dnepr çayı bu iki dövlət arasında sərhəd olur. Bu dövrdə Kiçik Qaynarcadan sonra Yunan layihəsi adlı bir məsələ var. Yunan layihəsi şəxsən Rus çariçası 2-ci Yekaterinanın və o dövrdəki saray məmuru olan Potyomkin layihəsi idi. Məsələ bu idi ki, Osmanlı bilirsiniz də Türkiyə boğazlar var, Bosfor, Dardanel boğazları var. İstanbul tutulmalı, Bosfor, Dardanel boğazları ələ keçirilməli və İstanbulda, yəni Osmanlı əraziləri paylanmalı idi. Orada Bizans dövləti, Rusiyanın himayəsində Bizans dövləti bərpa olunmalı idi. Yunan layihəsinin məqsədi bu idi, lakin yaxşı ki, Yunan layihəsi həyata keçmir. Daha sonra 1783-cü ildə Rusiya Krımı tutur, Krımı ilhaq edir və bu hadisədən sonra Rusiya ilə Osmanlı arasında yeni bir müharibə başlayır. 1787-1791-ci illərdə müharibə başlayır və bu müharibə Yassı sülhü ilə bitir, 1791-ci ildə. Yassı sülhü ilə Osmanlı artıq tanıyır ki, Krım gedib də, yəni Krım Rusiyanın torpağında əl çəkir bir dəfəlik. Krımın ilhaqını tanıyır, nəinki Krımın, eyni zamanda Şərqi Gürcüstanın da ilhaqını tanıyır Rusiya tərəfindən. Dnestr və Cənubi Bug çayı arasındakı ərazilər verilir Rusiyaya. Dnestr çayı hər iki dövlətin arasında sərhəd olur. Və Yassı sülhü 1791-ci il Osmanlının artıq dağılma dövrünün başlanğıcıdır. Bundan sonraki müharibələrdə də görəcəyik ki, Rusiya, daha doğrusu Osmanlı ardıcıl məğlubiyyətə uğrayır və bunun nəticəsi 1922-ci ildə dağılır. Biz bugünkü əslində Osmanlının bu dövləti mövzusu ta 2-ci Balkan müharibəsinə, 1912-13 Buxarest müqaviləsinə qədərdir. Amma ki, uzun mövzu olduğu üçün bir dəfə keçir. İkinci hissəndə keçəcəyik növbəti dərsdə. Belə. Yeganə ölkə